Qaqa, Boston necə yerdi soruşanlara gəlin belə bir şey göstərim. Baxın, qışda Boston necədir görəcəksiniz. Bu bizim məhəllədir. Brighton'da, şəhər tərəf. Bax, bu qədər qar yağıb, görürsünüz maşından. Böyrün qazıblar, elə nə boyda yer var. İndi biz də öz qapımızın ağzını təmizləyəcəyik. Bu isə adi sıradan bir maşındır. Deyəsən, Honda olmalıdır. Qapıya qədər qar yağıb da yəni. Bu da bizim yaralı ceyran. Çox hərəkətə. Düz burayı qar maşını təmizləyib bu günə qoyub. O maşın bu dəqiqə belədir. Sən Allah buna. Bir saat dərləşirəm. Elə bil şeydə yaşayıram. Alyaskada zadda. Buz bağlı bak kişi. Əlimi qırır. Belə şey yoxdur. Yarım saatdan sonra ancaq bu qədər aça bilmişəm. Hələ də davam edirik buna. Diri buz. Nəhayət bir saatdan sonra təmizləyib qurtara bildim. Maşını demək olar ki, çıxardacam. Hələ tam çıxmayıb. Burada qazıb çıxarda bildiyim yerini görək. Buradan da eşib çıxarda biləcəyim yoxsa. Çıxmağa çalışırıq. Aha. Çıxdıq. Yox, çıxdıq. Şəhər gözəldir. Çox gözəldir. Həm də yəni hədsiz gözəldir. Və hamı öz maşının ətrafını təmizləyir. Amma bizi bir sual maraqlandırır. But why? Artıq 3-cü qışdır ki, Bostondayam. Və ilk dəfə idi ki, bu qədər qar təmizlədim. Çox düşünürəm ki, niyə məhz Boston? Mən də bilmirəm artıq, uşaqlar, mən də bilmirəm, amma yenə də Boston. Dünən fəlakət bir dənə qar yağıb. Bir dənə yollara baxın. Yollar belə tərtəmiz. Gəlirlər, təmizləyirlər. Tez. Əsas da səkiləri zadı indi göstərəcəm. Səkində necə təmizləyirlər ki, insanlar rahat keçsin. Bax, bu qardaş görürsünüz. Yollar görürsünüz nə təmizdir. Qıraq ola bilər qardır, amma yollar təmizdir. Dünən təmizləmədilər, çünki bilirdilər ki, səhərə qədər yağacaq, mənasızdır. Hamıya dedilər ki, gedin oturun evdə. Və bugün amma hal vəziyyət belədir. Yollar təmiz, maşından sürməyində problem yox. Bir də necə əziyyət çəkdi. Özünüzdən müğayət olun, növbəti videolarda görüşərik. Kanala da abunə olub videoları like eləməyi unutmayın. Yəqin ki, gələn qış ucu köçərəm bir isti yerə, Kaliforniyada San Diego'ya kimi. Hələlik.